Növbəti mövzumuz oduncağın zivana ilə birləşdirilməsidir. Oduncaqdan olan məmulatların detallarını vintlə, mismarla, yapışqanla, zivanaların köməyi ilə birləşdirilməsi mümkündür. Bu birləşmələrdə müəllimlər sökülən və sökülməyən olaraq iki qrupa bölünür. Sökülməyən birləşmələrə mismar və yapışqanla birləşmələri aid etmək olar. Sökülən birləşmələri isə vintlərlə bərkitməni aid edə bilərik. Detalların zivana ilə birləşməsi də mümkündür. Zivana birləşmə daha möhkəm və etibarlıdır. Nəyə görə? Çünki zivana ilə birləşmə detalların nisbətən böyük sahədə təmasda olmasına təmin edir. Zivana birləşməsinin əsas elementləri zivana, yuva və yarıqdır. Zivana pəstahın təpəsində yuva və yarığın profilinə uyğun olan çıxıntıdır. Yuva pəstahda zivananın taxıldığı deşikdir. Yuva zivananın ölçülərinə uyğun olmalıdır. Baxın, yuva hissəsi zivananın ölçülərinə uyğun olmalıdır. Yarıq pəstahın təpəsində zivananın taxıldığı yuvadır. Zivana və yarığın əsas elementlərinə baxırıq. Zivananın əsas elementi təpə hissəsi, enkəsi hissəsi təpəsi, çiyin hissəsi, bu hissələri və yan hissələri, yan tərəflərdən ibarətdir. Yarığın isə hissələri, yarığın dib hissəsi və yanaq hissələri. Bunlar zivana və yarığın əsas elementləridir. Detalların qalınlığından asılı olaraq açıq bir qat zivanalardan da istifadə edilir. Açıq iki qat zivanalardan da istifadə edilir. Açıq 3 qat və düz bağlı zivanalardan da birləşmələrdə tətbiq edilə bilir. Açıq 3 qat birləşməyə həm də künc yeşik birləşməsi də deyilir. Tamansaların qalınlığından asılı olaraq 40 mm qalınlıqda olan bir qat zivanalardan istifadə edilir. 40 mm-dən 80 mm arada olan qalınlıqda olan detalların birləşdirilməsi üçün açıq 2 qat zivanalardan istifadə edilir. 80 mm-dən artıq olan birləşmələrdə isə 3 qat zivanalardan istifadə edilir. Baxın, burada zivanaların sayına görə biz onları müəyyənləşdirə bilirik. 40 mm qalınlıqda açıq bir qat, 40 mm-dən 80 mm arasında olan da açıq 2 qat, 80 mm-dən çox olduqda isə 3 qat zivanalardan istifadə edilir. Müəllimlər, zivana birləşmələrinin möhkəm olması üçün elementlərinin ölçülərinin nisbətini də qorumaq lazımdır. Bir qat zivananın qalınlığı, detalın qalınlığının, baxın, bu detalın qalınlığının 0,4 hissəsinə bərabər olmalıdır. Zivananın qalınlığı 0,4 hissəsinə bərabər olmalıdır. Daha sonra biz yuvanın və yarığın yanağının qalınlığını zivanaların simmetrik yerləşməsi şərti ilə hesablayırıq. Yəni, zivananın yerləşməsi üçün, simmetrik yerləşməsi üçün onların ölçülərini buna uyğun olaraq hesablayırıq. S2, yəni yarığın yanağının ölçüsüdür. S2 0,5-ə bərabərdir. Biz bu düsturdan istifadə edərək zivananın çıxıntısına uyğun yarıq və yuvada zivana üçün biz deşik və yarıq ölçüb nişanlamalıyıq. Bunun üçün də biz bu düstur əsasında bunu həyata keçirməliyik. Onu da qeyd edim ki, bir daha təkrar edirəm, yuvanın və yarığın yanağının qalınlığı zivanaların simmetrik, yəni orta hissələrinə simmetrik yerləşməsi şərti ilə onların ölçüləri hesablanır. Zivana birləşməsi olan məmulatlar yığma çertyojlarına əsasən hazırlanır. Bir daha müəllimlər, zivana, yuva və yarığın hazırlanması zamanı hansı düsturlardan necə istifadə edirik, ona nəzər salırıq. Dedik ki, zivanalarda zivananın qalınlığı detalın öz qalınlığının 0,4 hissəsinə bərabər olmalıdır. Bu zivanaların hazırlanmasında diqqət edəcəyimiz məqamdır. Yarıqda isə müəllimlər, detalın qalınlığını biz hesablayırıq.
Daha sonra orta hissəsində, simmetrik orta hissəsində biz məsələn yarığın bir hissəsini S2 0,5 götürürük, digər hissəsini də S2 0,5 götürməliyik. Daha sonra orta hissəsində detalın qalınlığının 0,4 hissəsinə bərabər zivana üçün biz yeri nişanlayıb, həmin yeri kəsib hazırlayırıq. Eyni ilə də yuvanın hazırlanması zamanı S2, yəni bərabərdir 0,5 SO çıx A. Yəni detalın qalınlığından zivananın qalınlığını çıxırıq. Daha sonra yuvanın yan hissələrinin, yəni yuvada olan o ölçüləri müəyyənləşdiririk. Yuvadakı qalınlıq, divarların qalınlığı S2-yə bərabər olmalıdır. Orta hissəsi isə zivananın öz qalınlığına bərabər olmalıdır. A-ya bərabər olmalıdır. Yəni bunun üçün də detaldan zivananın ölçüsünü çıxırıq. Daha sonra hər bir hissəsinə, onların yan hissələrinə, qalan yerdə qalan hissələrinə ayırırıq. Ortada simmetrik yerləşməsi şərti ilə biz bu hesablamaları yerinə yetirib zivananın geydiriləcəyi yarığı və yuvanı müəyyənləşdirə bilirik. İndi isə müəllimlər burada zivanaya yuva birləşməsindən istifadə edərək yeşiyin yığılma çertyoju göstərilib. Yəni spesifikasiyada nələr qeyd olunub? Məsələn, məmulatın adıdır, detalın adıdır. Yəni orada detalların sayıdır, hazırlanan materiallarıdır, bir də ki miqyası qeyd olunub. Yəni bunlardan istifadə edərək yeşiyin yığılmasını biz həyata keçirə bilərik spesifikasiyadakı məlumatlar əsasında. Daha sonra biz birləşmələr zamanı hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Nişanlanmış detalı bıçqılamaq üçün dülgər dəzgahının sıxacına möhkəm bərkitməliyik. İskənələrin tiyəsini lazım olduqca itiləmək lazımdır. Biz zivana yuva birləşməsini həyata keçirmək üçün qeyd etdik ki, onların ölçülərini nişanlayıb, daha sonra həmin hissələri biz kəsib götürürük. Bunun üçün də bizə nə lazımdır? İskənələr. İskənələrdən isə tiyəsi iti olan iskənələrdən istifadə etmək lazımdır iş zamanı. Bütün iskənələrdə böyük zərbə, səthli, taxta və ya plastik kütlədən olan çəkicdən istifadə olunmalıdır. Yəni iskənələrdən istifadə edən zaman zərbə vurmaq üçün biz taxta və yaxud da ki plastik kütləli çəkiclərdən istifadə etməliyik. İskənəyə polad çəkiclə və ya əllə vurmaq olmaz. Baxın, iskənəyə polad çəkic və ya əl ilə vurmaq olmaz. Yuvanı və yarığı dəlikdə detalın altına oduncaq kəsiyi qoymaq lazımdır. Yuvanı və yarığı dəldikdə detalın altına oduncaq kəsiyi qoymaq lazımdır. Zivana birləşməsini uyğunlaşdırma zamanı sol əldəki barmaqları yeyənin üzərində olmalıdır. Yeyə ilə iş zamanı biz bilirik ki, sol əl ilə yeyənin başından 2-3 sm içəri tərəfdən baş hissəsindən tutmalıyıq. Biz bu hissələri yonan zamanda zivanaların hazırlanmasında, yarığın hazırlanmasında, yuvanın hazırlanmasında yeyənin vasitəsilə biz həmin hissələri bir-birinə uyğunlaşdırana kimi yonub təmizləyirik. Bu zamanda sol əldəki barmaqlar yeyənin üzərində olmalıdır. Buna da diqqət yetirməliyik. Bu da bizim müəllimlər zivana yuva birləşdirməsini həyata keçirmək üçün olan təhlükəsizlik iş qaydalarımızdır.